Hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz Ermənistandakı parlament seçkilərinin nəticələri olacaq. Studiyamızın qonağı siyasi şərhçi, politoloq Polad Mehdiyevdir. Polad müəllim, xoş gördük. Xoş gördük. Polad müəllim, ilk öncə ondan başlayaq ki, Ermənistandakı seçkilərin nəticələri etibarilə ilkin bizə daxil olan məlumata əsasən Nikol Paşinyanın partiyası qalib elan olunub. Bunun istərdim ki, birinci Ermənistan üzərindəki nəticələri barədə qısa bir xülasə ilə başlayaq. Daha sonra isə regionumuza qayıdaraq daha dəqiq desək Azərbaycan üzərindəki nəticələrini necə şərh eləyərdiniz? Bəli, doğru buyurdunuz ki, dünən Ermənistanda seçkilər keçirildi. Bu seçkilər parlament seçkiləridir. Lakin Ermənistan parlamentar respublika olduğu üçün, parlamentdən hökumət formalaşdığı üçün bu baxımdan bir növ hakimiyyət seçkiləri idi. Son nəticələr Ermənistan Mərkəzi Seçki Komissiyasının təqdim elədiyi 2005 məntəqədən demək olar ki, 1998 məntəqə açılıb. Bu isə 90%-dən yuxarı nəticədir. Bu nəticəyə əsasən hazırda hakim partiya olan Vətəndaş Müqaviləsi Partiyası təxmini 79,8% səs toplayıb, 81%, 79,81% səs toplayıb. Onu müşahidə edir Samvel Karapetyanın partiyası təxmini 20%lər civarında. Hazırda parlamentdana müxalifət olan Robert Koçaryanın Hayastan bloku isə düzdür barajı keçib 9% civarında səsi mövcuddur. Bu deməkdir ki, Ermənistan seçki qanunvericiliyinə görə Ermənistan üçün tələb olunan 3 partiya parlamentə düşə bilib. Ermənistan qanunvericiliyinə görə minimum 3 partiya parlamentdə olmalıdır. Olmayacağı təqdirdə barajın altında qalan partiyanı belə hətta parlamentə salır bu seçki məcəlləsi. Və bunun nəticəsində yerdə qalan ya səslər barajın altında olan səslərdir əsasən. Bu da təxminən 20%-ə qədər bir səs, 17% səs edir təxmini. Baxmayaraq ki, burada vətəndaşlarımız üçün bunu aydın demək istəyirəm ki, baxmayaraq ki, Paşinyanın partiyası 50%-dən çox səs yığmayıb, Paşinyan bununla tək başına hökumət qura bilər. Qanunvericiyə görə Ermənistan parlamentində hökumət qura bilmək üçün 50+1% səs lazımdır, yəni 50-dən çox səs lazımdır. Deputatların 107 deputatdan ibarət parlamentin yarısından çox deputat bir partiyada olmalıdır ki, hökumət qura bilsin. Lakin indi 50%-dən aşağı səslə necə hökumət qura biləcək? Sadədir orada məsələ. Barajın altında qalan 17% səs partiyaların yığdığı səs nisbətində bölünür və həmin partiyalara verilir. Şərti deyək, misal üçün, həmin o 17%-in 49%-i Paşinyanın partiyasına əlavə olunacaq. 20 neçə faizi Samvel Karapetyanın, 9%-i bu Hayastan blokuna, Robert Koçaryana əlavə olunacaq. Bu baxımdan təxminən 51-52%-ə gəlib çıxacaq səslər və parlamentə 61 deputatla daxil olur. 107 deputatın yarısı eləyir 54 deputat, ancaq 61 deputatdan gedir. Bunun nəticəsində hökumət qura bilir. Yəni, Ermənistanda artıq demək olar ki, exit polun nəticələri ilə qalib idi. İlkin səs vermələrdə daha yüksək səsi var idi, 54-55%. Son artıq 90%, 99% seçki məntəqələri açıldıqdan sonra isə bundan sonra açılacaq səslərin ümumi nəticələr təsiri çox aşağı olacaq. Və biz deyə bilərik ki, Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası Ermənistanda qalib gəldi. 3-cü dəfə Paşinyan baş nazir seçilə biləcək. Çox təşəkkür edirəm belə aydın, geniş izahınız üçün. Mənə maraqlı olan hissəm üçün də düşünürəm ki, tamaşaçılarımıza da bir qədər maraqlı olacaq. Azərbaycana, daha çox ölkəmizə təsiri Paşinyanın yenidən həmin mandatı əldə etməsi hansı fonda bizə təsirlər ola bilər və geosiyasi baxımından nə kimi üstünlüklər əldə edə bilər Azərbaycan? Ümumiyyətlə, bu seçki Azərbaycanda ona görə yaxından müşahidə olundu ki, diqqətlə izləndi ki, bu seçki bir növ regional seçkiyə çevrilmişdir. Məlumdur ki, Cənubi Qafqaz coğrafi region olaraq dünyada kifayət qədər əhəmiyyətli, vacib bir məntəqədir. Nə üçün? Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Şimal dəhliz bağlanıb.
Hörmüz boğazının bağlanması, İran-İsrail, İran-Amerika müharibəsi nəticəsində cənub istiqamətdəki nəqliyyat, tranzit xətləri riskli hala düşüb. Bu baxımdan Cənubi Qafqaz olduqca strateji və əhəmiyyətlidir. Cənubi Qafqazda maraqların toqquşması baş verir. O maraqların toqquşması isə Ermənistan üzərindən öz əksini tapır. Çünki Ermənistan elə bir unikal dövlətdir ki, Ermənistanda Amerikanın da maraqları cəmləşir, İran da maraqlarını Ermənistan üzərinə yerinə yetirmək istəyir, Rusiya da maraqlarını Ermənistan üzərinə yerinə yetirmək istəyir. Bir növ mübaliğə edilsə zəif bənd Ermənistandır. Çünki hamı üçün uzun illər, 30 il ərzində özlərinin böyük Ermənistan xulyası ilə qonşu dövlətlərin təsir altına düşüb. Suverenlik əlamətləri mövcud olmayıb, müstəqillik imkanlarını itirib, qonşu dövlətlərdən asılı olub, həmin dövlətlər də bugün Ermənistan vasitəsilə Cənubi Qafqazda öz mövqelərini ya bərkitmək, ya qoruyub saxlamaq istəyir. Bu baxımdan regional marağı olan dövlətlərin bir növ döyüş, toqquşma nöqtəsi idi Ermənistandakı bu seçkilər. Bu seçkinin nəticəsində bura tək yenidən sadəcə Rusiyanın inhisarında qalacaq, yoxsa Amerikanın, Avropanın artıq Ermənistanda Rusiyanın imkanları bölüşəcək və elə bütövlükdə Cənubi Qafqazda bölüşəcək. Bax, bu məsələ idi bu. Ona görə aktual məsələ idi. Düzdür, tərəflər kifayət qədər öz mövqelərini gücləndirmək üçün addımlar atdı. Həm Rusiya, həm Amerika, həm Avropa, həm İran və s. Regional kontekstdə bu baxımdan əhəmiyyətli idi. Ancaq ümumilikdə Ermənistandakı seçkiləri eyni zamanda Azərbaycan, Ermənistan, Rusiya, Ermənistan kontekstindən Avropa, Ermənistan kontekstindən ayrıca şərh etməyə ehtiyacı var. Rusiya üçün Ermənistandakı bu seçki ona görə həyati əhəmiyyətli məsələ idi ki, Ukrayna müharibəsi zamanı Rusiya siyasi imkanlarını itirməyə başladı. Suriyada, Libiyada, Venezuelada, Afrikada və s. Amma ən strateji Rusiya üçün vacib nöqtə olan, hər zaman özünün təsir zonası sayan Cənubi Qafqazda mövqelərini itirdi. Azərbaycanın açıq və aydın qələbəsi nəticəsində 30 ildir Rusiya tərəfindən formalaşmış Cənubi Qafqazdakı status quo dəyişdi. O status quo nə idi? Status quo həm Ermənistanı dövlət kimi Rusiyanın bir peyk etmək, həm də bu işğal faktına görə Cənubi Qafqazda təsir imkanlarını qoruyub saxlamaq. Azərbaycanın cənab prezidentin liderliyi ilə açıq və aydın qələbəsi nəticəsində Rusiyanın Azərbaycana təsir imkanları dolayı yolla da olsa aradan qalıqdı. Və Rusiyanın Ermənistanla münasibətləri qaldı sadəcə. Ermənistanla hansı münasibətlər var? Kifayət qədər dərin və strateji. Ermənistanın iqtisadi göstəriciləri belədir. İxracat 35% Rusiyayadır. Aradakı pul dövriyyəsi 6-7 milyard dollardır. Ermənistanın qaz idxalı 82% Rusiyadandır. Qazın paylanmağı 100% Gazprom Armeniyadan, Rusiyadandır. Tərkibin ərazisində Rusiyanın silahlı qüvvəsi mövcuddur. 102-ci gümrüdəki baza 4000-5000 əskər civarında bir hərbi yerli birləşmədir. Dövlətlər arası 2008-ci ildəki bağlanmış müqaviləyə əsasən 2044-cü ilə qədər orada qalacaq. Ermənistan dəmir yolları xətləri Rusiyaya istifadəsinə verilib. 2038-ci ilə qədər tərəflər arasında bağlanmış Rusiya Cənub Dəmir Yolları şirkətindən Ermənistan Dəmir Yolu şirkəti arasında bağlanmış müqaviləyə əsasən 30 illik Rusiyanın nəzarətindədir. Və Rusiyanın Ermənistanda ciddi siyasi təsir imkanı mövcuddur. Bütün mövcud siyasi elita Rusiya məxsusdur. İqtisadiyyat əsasən Rusiya məxsusdur. Və kilsənin, ideologiyanı formalaşdıran kilsənin əsas dayağı Rusiyadır. Bax, bu baxımdan Rusiya çox ciddi təsir imkanı var idi. Lakin Paşinyanın hakimiyyətinin
son dövrlər ortaya qoyduğu siyasət Rusiyanı narahat etməyə başlamış. Məsələ mən bu məqama toxunmağınızı istərdim. Çox maraqlı gedir söhbətimiz. Qərbə meyilliliyi, daxili revanşist qüvvələrə baş qaldırmağa imkan yarada bilər. Fikrinizi inkişaf elətdirərək davam edeyim bu məsələni ki, Rusiyanı bu narahat etməyə başladı. Nəyə görə? Birincisi, Rusiyanın artıq öz təsir zonasında tək başına söz sahibi olma imkanı əlindən alınır. Çünki Paşinyan Amerikanın münasibətli, Amerikanın regiona gəlməsi, Avropa Birliyinin müşahidə missiyası adı altında Ermənistana gətirilməsi o Rusiyadan strateji baxımından mərhələli uzaqlaşmasının ilkin xəbərdarlıqlarıdır. Mən seçkidən əvvəl də elə düşünmürdüm ki, bu seçkidən sonra Rusiyanı Ermənistan qurtaracaq. Yox. Az əvvəl sadaladığım bağlara əsasən bu münasibətlər uzun illər davam edəcək. Tədricən Ermənistanla Rusiyanın Ermənistandan ayrılma prosesi baş verəcək. Amma Rusiya üçün olduqca vacibdir ona görə ki, Amerika TRIP layihəsi vasitəsilə Ermənistan Cənubi Qafqazda ümumiyyətlə mövcud olacaq. Bax, bu mərhələ Rusiya üçün ona görə qırılma nöqtəsi idi ki, əgər Rus meyilli qüvvələr qalib gəlsə, həmin o Qərbin regionla bağlı planlarını Rusiya bloklamış olacaqdı. Burada mən onu xüsusi vurğulamaq istəyirəm ki, burada söhbət sadəcə Qərb və Rusiya rəqabətindən getmir. Burada iki cür siyasət var formalaşan. Bir, Rusiyanın siyasəti, köhnə status-quonu bərpa eləmək. İkinci siyasət əslində Qərb formalaşdırmayıb. İkinci siyasəti Azərbaycan tərəfindən formalaşıb. Yaratdığımız yeni reallıq. Sadəcə reallıq yox, reallığı yaratdıq. Reallıqdan sonra təklif elədiyimiz platforma, həyata keçirdiyimiz siyasət Rusiyanın siyasətdə paralel təşkil edir. Ermənistan və bütövlükdə region və regionun fonunda regionla marağı olan böyük dövlətlər, Türkiyə, Amerika, Avropa. Bu iki platformadan Azərbaycanın irəli sürdüyü sülh şərtləri əsasındakı platformanı seçib və onunla işləməyə məcbur qalırlar. Azərbaycan-Türkiyə tandemi bugün regionda Rusiyanın irəli sürdüyü siyasətin alternatividir. Ermənistan daxilində də siyasi qüvvələr iki yerə bölünmüşdür. Bir, Azərbaycanın prezidentinin irəli sürdüyü dayanıqlı, stabil sülhü, bu nədir bizim irəli sürdüyümüz siyasət? Biz Vətən müharibəsindən sonra 5 baza prinsip əsasında sülh sazişi irəli sürdük. Bu nə deməkdir? Bir, sərhədlərin tanınması, mübahisəsiz olması, revanşizmdən imtina edilməsi, ərazi iddialarının imtina olunması, bu detallardır. Ən əsası, birlikdə iqtisadi inteqrasiya, Qərbə. Türkiyənin sərhədlərinin açılması. Məsələ də bu yola Zəngəzur dəhlizindən gedir. Bəli, tamamilə doğrudur. O Zəngəzur dəhlizi, məsələ dəhliz, düzgün vurğuladınız. O yol deyil. Adi yol Azərbaycanla İran arasında da var, Rusiya arasında da var, Gürcüstan arasında. Biz onlara niyə demirik dəhliz? Biz onların o yolların strateji adını qoyma dəhliz, trip yoludur. Onların strateji əhəmiyyəti bu yol qədər niyə deyil? Sabah Ermənistanla sülh bağlasaq, Ermənistan içərisindən keçib gedə bilirik də. Nəyə görə biz sırf yol olaraq strateji əhəmiyyət daşıyır? Çünki onun hüquqi statusu fərqlidir. Bu o deməkdir ki, 100 il Ermənistan ora müdaxilə edə bilməyəcək. 100 il orada Azərbaycana, Naxçıvana keçən yolda eksterritorial status olacaq. Amma eyni zamanda nəqliyyat, kommunikasiya, enerji xətləri keçəcək. Bizim uzun illərdir təklif elədiyimiz, irəli sürdüyümüz layihə enerjinin şaxələndirməsi layihəsidir. Həm də cənab prezidentin uzaqgörən siyasətinin nəticəsi. Tamamilə doğrudur. Mən az əvvəl vurğuladığım kimi bu siyasəti, bu reallığı sırf cənab prezident İlham Əliyev formalaşdırıb. Onun formalaşdırdığı siyasətdir. Bax, bu reallıq Ermənistanda siyasi platformalarda fərqlilik yaratdır. İlham Əliyevin irəli sürdüyü reallıq və keçmiş status quo. Yəni, keçmişdən gələcək. Sülhlə müharibə arasında bir seçim etdi Ermənistan. Burada gələcək Azərbaycanın təklif elədiyi layihədir. Sülh Azərbaycanın təklif elədiyi layihədir. Keçmiş revanşistlərin, Rusiya dəstəkli revanşistlərin təklif elədiyi layihədir. Müharibə onların təklif elədiyi layihədir. Çünki əgər onlar gəlsəydi, Azərbaycanla sülh gündəliyi aradan qalxsaydı, Azərbaycan heç də müharibə versiyasından əl çəkməyəcəkdi. Çünki hücum olacaqdırsa, qarşılıq görəcək. Bax, bu baxımdan bu seçkinin əhəmiyyəti olduqca vacib idi və bu seçkidə bu bir
şüar formasında bunu deyim. Bu seçkidə qalib gəldi. Cənab prezidentin irəli sürdüyü sülh şərtləri bu seçkidə qalib gəldi. Bəli. Çox düzgün vurğuladınız. Onda deyə bilərik də, həmçinin ki, cənab prezidentin yürütdüyü siyasət təkcə Azərbaycan daxilində deyil, o doğrudan da bir dünya lideri hesab oluna bilər. Ələlxüsusda ki, Cənubi Qafqazdakı uzun illər davam edən bu cür qarşılıqlı siyasi qarşıdurmaların fonunda. Cənab prezidentin həyata keçirdiyi siyasət çox böyük strateji qazanc verdi Azərbaycan xalqına və bütövlükdə Azərbaycan dövlətçiliyinə. Formalaşmış siyasət Qarabağı qaytardı. Tam, qəti və qeyd-şərtsiz formada. Tarixdə, Azərbaycan tarixini demirəm, dünya tarixində, müasir dövrdə belə bir qələbə, parlaq qələbə mövcud Zaten deyil. biz bunu dünyadakı hazırda gedən geosiyasi proseslər fonunda da görürük. Bəli. İri dövlətlərin apardığı müharibələr belə Azərbaycanın 44 günə cəmi əldə etdiyi uğuru hələ ki heç bir O qismini belə əldə edə müharibə, o bilməyib. müharibə nə ilə şərtləşirdi? Bir neçə parametrləri vardı, qısa deyim. Bir, güclü ordu. Güclü və hazırlıqlı ordu. Hərbi cəhətdən güclü, silah cəhətdən və hazırlıqlı ordu. İki, buna uyğun beynəlxalq konjunkturanın formalaşması. 3. Hüquqi baza, BMT qətnamələri, Azərbaycan ərazi bütövlüyünün tanınması, Avropa Şurasının qətnaməsi və s. 4. Qətiyyətli və müdrik lider. Bax, bu 4 şərtin 4'ü də Azərbaycanda formalaşdı. Ona görə biz bu nəticəni aldıq. Maraqlı və dəqiq xəttə bundan ibarətdir ki, Ulu Öndərin dövründən artıq bunun təməli qoyulmuşdu. Heydər Əliyevin apardığı, yürütdüyü siyasətin davamçısı kimi İlham Əliyevin, cənab prezidentin apardığı siyasətin artıq biz bugün doğrudan da uzaq görən siyasətin nəticəsini görürük. Elə mən Zəngəzur dəhlizində mən o baxımdan sizdən soruşmaq istəyirdim ki, cənab prezidentin yenə də uzaq görən siyasəti bəlli bir formada müqayisə aparsaq, Ulu Öndərin artıq 30 il sonranı görməsi kimi deyə bilərikmi ki, 30 il sonra da İlham Əliyev artıq görüb Azərbaycan üçün bu istiqamətdə bu imkanlarla təklif eləyir. Gəlin o zaman belə deyək. Sizin az əvvəl verdiyiniz sual Azərbaycanın və Azərbaycan prezidentinin siyasətinin qlobal mənada əhəmiyyətini danışarıq. Amma bundan əvvəl Ulu Öndər tərəfindən formalaşmış strategiya barədə danışım. Digər sualınıza sonra keçid eləyərəm. Azərbaycan dövlətçilik anlayışı nədir? Bu özünü nədə əks etdirir? Ümumiyyətlə, dövlətçilik anlayışı mürəkkəb bir məsələdir və hər dövlətə müstəqil elan olunmuş dövlətə də bu mənsub deyil. Müasir Azərbaycan dövlətçiliyi məhz elə Ulu Öndər tərəfindən formalaşıb. Ulu Öndərə qədər dövlətçilik ənənələri Azərbaycanda kövrəkidir. Deməli, dövlətçiliyin ən təməl məsələsi onun sistem halına gəlmiş formasıdır. Sistem hüquqi və siyasi sistemlə söhbət gedir. Azərbaycanda dövlətçiliyinin hüquqi siyasi sisteminin təməli nədir? 1995-ci il Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının konstitusiyası. O konstitusiya nəticəsində Azərbaycanın istiqamətləri müəyyən olundu, strateji istiqamətləri, hüquqi istiqamətləri, iqtisadi istiqamətləri, idarəetmə modeli formalaşdı. Və o idarəetmə modelinin, o siyasi hüquqi sistemin təməlində bugün 30 il inkişaf elədi. Cənab prezidentin hakimiyyəti dönəmində də formalaşdı və qələbə gətirdi. Biz artıq yəni bunun məntiqi nəticəsini izləyirik. Burada orada vacib məqam nədir? Bir, vacib məqam ondan ibarətdir ki, Azərbaycanda mərkəzi icra hakimiyyəti, mərkəzi hakimiyyətin güclü olduğu bir modelə keçid elədi. Bu özündən nəyə getdi? Azərbaycan müharibə üçün hədəf qoydu, yəni torpağa qaytarmaq üçün. Hərbi xərclər artırıldı Azərbaycanda. Ordu gücləndirildi Azərbaycanda. İqtisadiyyatın bir hissəsi səfərbər olundu, yəni yönləndirildi. Biz sosial xərcləri ayırmadıq, bunu ayıra bilmədik yetərincə. Biz onu müharibəyə ayırdıq, orduya ayırdıq. Bir də bunu cənab prezident də vurğulamış. Təsəvvür edin, bu olmasaydı biz sosial xərclərə nə qədər vəsait ayırardıq. Və bunun üçün nə lazım idi? Bunun üçün güclü siyasi iradə lazım idi. Güclü siyasi iradə cənab prezidentin şəxsində öz əksini tapıb. Amma o şəxsə xidmət edəcək bir hüquqi siyasi sistem lazım idi. Bax, o sistem Ulu Öndər tərəfindən formalaşmış, konstitusiya ilə özünü təsbit edən sistem idi. Və o sistem qələbəni bizə gətirdi.
O qələbədən sonra artıq başqa reallıqlar yaranmağa başladı. Hər mənada. Bu hesab edirəm ki, vacib mövzudur. Bu mövzudan danışılmalıdır. Nəyə görə? Çünki bizim 95-də formalaşmış dövlət sistemimiz Qarabağın azadlığı istiqamətində və Azərbaycanın dövlətçiliyini qorumaq, müstəqilliyini davam elətdirmək istiqamətində idi. Biz 2020 və 2023-cü ildə Qarabağı da azad elədik. Dövlətçiliyimizin bütün təməllərini oturuşdurduq yerinə. Artıq Azərbaycanın iddiaları Qarabağ çərçivəsində məhdudlaşmır. Azərbaycan regional gücdür. Rusiyanın siyasətinə, İranın siyasətinə, Qərbin siyasətinə alternativ Türk-Azərbaycan tandem regionda siyasət formalaşdırır. Bugün Azərbaycan dedikdə sadəcə Cənubi Qafqaz yox, Mərkəzi Asiyanın inkişaf perspektivləri yada düşür. Azərbaycan dedikdə İsrail-Türkiyə münasibətləri yada düşür. İsrail-Azərbaycan əməkdaşlığı, Suriya-Azərbaycan əməkdaşlığı, Avropa İttifaqının üzvü olan dövlətlər qarışıq 16 Avropa dövlətini qazla, şaxələnmiş qaz layihələri nəticəsində təmin edən bir dövlət başa düşülür. Bu baxımdan bizim vizyonumuz daha da genişlənib, daha böyük hədəflərimiz var, daha böyük biz güc halına gəlməliyik. Məhz buna görə də Cənab Prezidentin bu istiqamətdə imkanlarını genişləndirmək, dəstək olmaq, gücləndirmək üçün düşünürəm ki, bax bu hissədə də imkanlar formalaşmalıdır, milli ideyalar formalaşmalıdır. Cənab Prezident də demişdi ki, artıq Qarabağ azad olunub, yeni milli ideyanın, milli istiqamətin formalaşması məsələsi atılmalıdır. Bizdən vətəndaşlardan belə bir çağırış eləmişdi. Bu baxımdan mən sizin o sualınızla razıyam. Azərbaycan artıq dövlət olaraq, eyni zamanda regional bir güc olaraq formalaşır. Qlobal səviyyədə demirəm böyük dövlətlərlə rəqabət aparır, amma məhz Qafqaz səviyyəsində siyasəti qlobal dövlətlərlə rəqabət şəraitində. O zaman belə bir sualım olacaq. Ermənistanın qərbə yaxınlaşması fonunda Fransa, ABŞ və ümumiyyətlə AE regionda, yəni Avropa İttifaqı regionda daha aktiv rol almağa çalışacaq, yoxsa Bakı üçün yeni diplomatik çağırışlar meydanına çevriləcək? Siyasəti biz formalaşdırmışıq. Bax, mövcud Paşinyan qalib gəldi. Paşinyan Azərbaycanın irəli sürdüyü sülh narrativləri tezisindən qalib gəldi. Regiondakı siyasəti biz formalaşdırmışıq. Bu aydın olsun. Türkiyə, Azərbaycan, Ermənistanın inkişafı üçün də biz lazımıq. Ermənistan üçün Fransa dost ola bilər. Amerika, Rusiya və digərlərlə münasibətlər İran ola bilər. Amma hazır ki, Ermənistanın hakim partiyanın qalib gəldiyi siyasəti və perspektivdə gözlədiyi nəticələri biz formalaşdırmışıq. Azərbaycan prezidenti Cənab İlham Əliyev formalaşdırıb. Necə? Ermənistanın həyata keçirmək istədiyi vizyon Azərbaycanla sülh bağlayıb, sərhədlər açılıb, Avropaya iqtisadi inteqrasiyadır. Rusiya kənd təsərrüfatı məhsullarının idxalının qarşısını alır, Avropaya çıxartmalıdır. Hardan çıxardacaq? Türkiyə vasitəsilə çıxardacaq. Bu, Azərbaycanla sülh bağlamadan mümkün deyil. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh bağlanmalıdır. Orada bir mühüm məqamı da xatırladım, fürsətdən istifadə edib. Preambula hissəsi dəyişmək şərti ilə. Orada onu biz şərt kimi sürmüşük. Yəni seçki Nəzir xanım, üzr istəyirəm. Yəni bu siyasətin təməlini biz formalaşdırmışıq. Fransa regionda iştirak eləmək istəyir. Fransa Ermənistan üzərindən iştirak eləmək istəyir. Çünki alternativi yoxdur regionda. Avropa Birliyinin iki aparıcı dövləti var, Fransa və Almaniya. Ancaq mənim zənnimcə bu siyasətdə əsas paya sahib ola bilməz Fransa. Regionun inkişafında əsas paya sahib olacaq region dövlətləri Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə. Açar Türkiyədir. Avropa Birliyinin Ermənistana gəlməsi Türkiyə üzərindən keçir. Başqa dövlət yoxdur. Əla. O zaman biz konstitusiyadan danışdıq. Konstitusiyanın dəyişdirilməsi, preambulaya toxundu. Seçki nəticəsi buna hansısa formada siyasi legitimlik hüququ qazandıracaq? Yox, siyasi legitimlik qazandırmır. Preambula hissəsindən Azərbaycana qarşı ərazi iddiası olan belədir, struktur belədir orada. Ermənistanda 1989-cu ildə Ermənistan Ali Soveti qərar qəbul edir. 1989-cu ildə 1989-cu ildə Ermənistan Ali Soveti qərar qəbul edir. 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 1989
dırnaq arasında artsaq, o vaxt Dağlıq Qarabağ Ermənistana birləşir. Ondan sonra 91-ci ildə müstəqillik aktı qəbul edilir. O müstəqillik aktı həmin Ali Sovetin 89-cu il qərarına əsas götürür və deyir ki, Ermənistan dövləti bu ikisinin birləşməsindən ibarətdir. Ondan sonra 2 dəfə konstitusiya qəbul olunub, 95-də və 2005-də. 2005-ci ildəki qəbul olunmuş konstitusiyada isə Ermənistanda həmin bu preambulasında həmin bu müstəqillik aktına istinad edərək bildirir ki, məhz orada göstərilən istiqamətlər, yəni Qarabağın Ermənistan tərkib hissəsi olduğu kimi qəbul edilir. 91-ci il Almatı deklarasiyasında Ermənistan müstəqil dövlət kimi qəbul olunarkən, MDB-yə üzv olarkən, Qarabağın Ermənistan ərazisi kimi olduğunu imzalayıb keçib ora. Şərtlə, qeyd şərtlə qoşulub. İndi bunun keçək bu birisi hüquqi tərəfinə. Vətən müharibəsinə qalib gəldik, antiterror tədbirləri həyata keçirdik. Bundan sonra 23-cü ildə Paşinyan Praqada Azərbaycan ərazi bütövlüyünü tanıdı və Almatı deklarasiyasında həmin o qeyd şərtlərdən imtina elədiyini bildirdi. Bu əla, normal. Zaten bundan sonra biz birgə komissiyaların yaradılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı komissiyanın yaradılmasına dair əsasnaməni təsdiq elədik. Bir sənəd budur. Digər 2 sənəd isə həm sülhün paraflanmış forması və birgə bəyanatdır. Bura qədər biz indiki hüquqi bazadan gələ bildik. Ancaq Ermənistanda dəyişməlidir konstitusiyanın preambula hissəsi. Bunun üçün ya preambula hissəsi dəyişməlidir, ya yeni konstitusiya qəbul olmalıdır. Mümkün variantı siyasi tərəfdən təhlil elədik. Ancaq mən həm də bir vətəndaş kimi də analiz eləmişəm sosial media üzərindən insanların reaksiyalarını. Belə görürəm ki, orada bölücü bir fikir formalaşıb insanlar arasında. Bəziləri hələ də doğrudan da revanşist qüvvələr istiqamətində çıxış edərək Paşinyanın qalib gəlməsinə etiraz edirlər və dırnaqarası artsaq məsələsini onların hüquq pozuntusu kimi qeydə alırlar. Siz referendum məsələsinə toxundunuz, ora gətirmək istəyirəm ki, referendum məsələsi əgər reallaşarsa, daxili formada bu keçirilərsə, insanların burada hansı formada iştirak etməsi biraz sual doğurmurmu? Sizin birinci dediyiniz variantla doğrudan da bunları daxili formada həll etməkləri daha mümkün variant hesab olunmalı deyil. Mümkündür. Onlar dediyim kimi özləri öz əllərinin qollarını bağlayıblar. Çünki insanlar tərəfindən olarsa düşünürəm ki, daxili ixtişaşlar daha çox baş qaldıracaq, revanşist qüvvələr burada daha çox aktiv iştirak edəcək. Paşinyan özünə siyasətinə mən düşünürəm ki... Bilirsiniz, o artıq Paşinyanın problemidir, Ermənistanın daxili problemidir əslində. Bu bizim sülh gündəliyimizi gecikdirmirmi? Baxın, bizim sülh gündəliyimizin təməlində durur Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olmaması. Burada bunu biz sadəcə revanşistlər üçün tələb etmirik. Bunu biz eyni zamanda Paşinyana görə də Paşinyan da onu dəyişdirmədən sabah regionda şərtlər dəyişəndə fərqli iddiadan çıxış edə bilərlər. Sabah regionda şərtlər dəyişsə, Qarabağla bağlı bugün fərqli siyasət yürüdən Paşinyan tələblə çıxış edə bilər. Bu baxımdan referendum nədir? Necə ki, zamanında Qarabağ Ermənistandır demişdi. Bəli, referendum nədir? Referendum odur ki, erməni xalqı publik formada, rəsmi olaraq Qarabağdan imtina edir. Referendum o deməkdir. Bizim kontekstdə, bizim hissədə. Referendum o deməkdir. Bu olmalıdır. Düşünürəm ki, bu bizim üçün vacib, prinsipial şərtdir. Ermənistanda bu daxili problemlərə yol açacaqsa, biz onu çox bizim üçün maraqlıdır, amma bu Ermənistan əsas öz problemidir. Təşəkkür edirəm ətraflı, dolğun izahlarınız üçün. Mən təşəkkür edirəm dəvətiniz üçün. Bir daha xatırladım ki, bugünkü qonağımız hüquqşünas, politoloq, siyasi şərhçi Polad Mehdiyev idi. Biz onunla Ermənistandakı parlament seçkilərinin regionda ümumiyyətlə Azərbaycan və Ermənistan kontekstindəki nəticə və təhlillərindən söhbət açdıq. Növbəti buraxılışlarımızda görüşənədək sağ olun, salamat qalın.